Tovuz rayonunda orta yaşlı kişi özündən 14 yaş böyük həmkəndlisini öldürüb. Qətl hadisəsi rayonun Əyyublu kəndində ötən il sentyabrın 18-də baş verib. Kənd sakini 1975-ci il təvəllüdlü Yaşar Qasımov həmin gün axşam saat 23 radələrində kənddə yerləşən fərdi yaşayış evində 1961-ci ildə anadan olmuş Elxan Məmmədovla birlikdə spirtli içki qəbul edib. Daha sonra masanın üzərində qoyduğu ona məxsus 2 ədəd siqaret qutusunun Elxanın gizli şəkildə götürərək cibinə qoymasının səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı qisas almaq niyyəti ilə Elxan Məmmədovu qəsdən öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün əvvəlcə Elxanın sifət nahiyəsinə yumruq zərbələri ilə qəsdən bir neçə dəfə ardıcıl zərbələri vurub, bundan sonra onu arxası üstə yerə yıxıb və əlləri ilə başından tutaraq baş nahiyəsini ardıcıl olaraq bir neçə dəfə evin beton döşəməsinin səthinə zərbə ilə vurub, Elxan Məmmədov aldığı zərbələrdən ölüb. Daha sonra Yaşar törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədi ilə Elxanın meyidini sürüyərək yaşadığı evin yaxınlığında yerləşən Zəyəm çayının Tovuz rayonunun Əyyublu kəndin ərazisindən keçən hissəsinin hövzəsinə atıb. Yaşar Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Yaşar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Elxan həmkəndlisi kimi tanıyıb. Mənim Elxan ilə salam kəlamım olub. Elxan evimə gələrək ona 50 qram araq verməyimi istədi. Mən də cavab olaraq dedim ki, elə araq içməzlər, gəl çörək yeyək. Mənim özüm həmin vaxt yemək yeyib araq içirdim. Bundan sonra biz süfrə arxasında yemək yedik deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra onlar evdən çölə çıxıblar. Bir qədər sonra siqaret çəkmək üçün evdə olan siqareti götürmək üçün evin içərisinə daxil oldum və siqaret götürmək istədim. Bu zaman siqaretin süfrə üzərində olmamasını bildim. Bundan sonra bir daha evin çölünə çıxaraq Elxandan siqareti istədim. Bundan sonra aramızda siqaretə görə mübahisə yarandı. Mən bilməzdim ki, nəticə belə olacaq. Biz dalaşan zaman yerə yıxıldıq və yerdə də dalaşdıq. Həmin vaxt hər iki dəfə Elxanı vuraraq ona dur get evinə dedim. Həmin vaxt Elxan bir siqaret götürərək çarpayıya uzandı və siqaret çəkməyə başladı. Mən Elxanla əlbəyax oldum. Elxan yerdə olan zaman əlim ilə onu vurdum. Bundan sonra mənim tam yadımda deyil. Bir qədər sonra Elxanı yerinə yenə öz evinə gördüm. Ona bəs sən demədim evinə get deyə bildirdim. Daha sonra Elxanı vəfat etməsini öyrəndim deyə o ifadəsində göstərib. Zərər çəkmiş Elxan Məmmədovun hüquqi varisi oğlu ifadəsində göstərib ki, hadisədən 15-20 gün əvvəl Rusiya Federasiyasından Azərbaycana gəlib. Bundan sonra evdə iş görmək istədim. 8-10 ilə yaxındır ki, atam ilə ayrı-ayrılıqda yaşamışıq. Əmim oğlu tərəfindən mənə zəng gəldi və hadisə barədə məlumat verildi deyə o ifadəsində göstərib. Zərər çəkmiş şəxsin hüquqi varisi deyib ki, onun təqsirlənən şəxsə qarşı heç bir şikayəti yoxdur. Mən təqsirlənən şəxslə düşmən deyiləm, bizim ailələrimiz barışıblar. Mən təqsirlənən şəxsi bağışlayıram deyə Elxan Məmmədovun hüquqi varisi göstərib. Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Yaşar Qasımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.